Yenə sağlamlıq mövzusundan danışmaq istəyirəm. Mövzumuz isə qan damar sisteminin, məsələn, ürək qan dövranının pozulması, beyin qan dövranının pozulması və insanlar çalışırlar özlərini apteklər vasitəsilə müalicə etməyə. Amma Tanrı bizi yaradanda bizim bədən üzvlərimiz, bədən orqanlarımız ona hesablanıb. Məsələn, aptekə qaçmamışdan evdə baxın bu əldə barmaqlar, hətta ayaqdakilərdən də istifadə edə bilərsiniz. Bu barmaqlar ki var, bu barmağın ucları möhkəm bunları əzmək lazım. Möhkəm, lap möhkəm də, yəni ağrıdan da biraz şiddətli olsun. Və bunları ayaq barmağında, əl barmaqlarınızda bu yoxlayın. Apteklərdə dərman satılır. O müalicə üçün deyil. Yəni amma Tanrı bizi yaradanda onları nəzərə almışdı. Birinci əvvəlcə öz üzərinizdə yoxlayın, ağrıcı formada sıxın barmaqları. Özünüz hiss edəsiniz ki, artıq özünüzdə bax mənlə danışa, bax eşitdiyiniz halda da bax götürün barmağı mənlə elədiyim kimi möhkəm sıxın, əzin. Xüsusən də bax bu yanlardan sıxın belə möhkəm əzin ki, ağrını özünüz hiss edəsiniz, möhkəm ağrını. Dedi və yalandan sıxmaq yox, masaj eləmək deyil. Bax bunu möhkəm sıxırsınız bax bu cür qaydada özünüz eləyin və effektini görməsə yenə hakim aptek orada durub.